Bəli, bu günlərdə deməli biz 37-ci sualda qalmışdıq. 37-ci sualdan başlayaq eləməyə. Deməli, 37-ci sualda nə deyir bizə? Deyir ki, y bərabərdir kök altda y üstü x funksiyasının tərsini al və tərsini alandan tərsini törəməsini al və gətir x0 bərabərdir 0 nöqtəsini yerinə yaz. Aha, nə edirik burada? Baxın, birinci bunun törəməsini alıram. Olur y-in törəməsi bərabərdir 1 bölək kök altda funksiyanın törəməsi 1 bölək 2 kök altda y üstü x-dır da. Sonra bir də içinin törəməsinə vurmalıyam. Y üstü x-in törəməsi elə y üstü x-ı vurulsun y üstü x-a. Biz də bilirik ki, funksiyanın tərsinin törəməsi elə bu alınmış törəmənin 1 bölü nisbətinə, yəni 1 bölək funksiyanın öz törəməsidir də, tərsinin törəməsi. İndi gələk bunu yazaq burada. O da 1 bölək y üstü x vuraq 2 kök altında y üstü x. Bu olur funksiyanın tərsinin törəməsi. Hansı qiyməti istəyir? X 0 bərabərdir 0 nöqtəsində. Gətirək yerinə yazaq. Olacaq 2 vur kök altında y üstü 0 böl y üstü 0. Əlbəttə ki, y üstü 0'lar 1'dir. 2 vur 1 2 böl 1 eləyəcək 2. Deməli verilmiş misalın həllini cavab olacaq 2. Keçək 38-ci suala. Sıfır bir parçasında y kvadrat bərabərdir 2x funksiyasının ox ətrafında alınan fiqurun həcmini tapın. Aha, nə edirik? Baxın. Bu birinci biz bunu y-a çevirək. Y bərabərdir kök altda 2x eləyək. Və gələk buradan kök altda 2x-in qrafikini quraq. Kök altda 2x-in qrafiki baxın bu şəkildədir. Və bu da hansı 0-dan 1? 0 buradır. 1-də məsələn baxın buradır da 1. 1 nöqtəsi məsələn buradır. Bura 1 nöqtəsidir. Bizdən buranın həcmini istəyir. Biz də bilirik ki, v bərabərdir. Həcm düsturu nə idi? Pi vuraq, integral a-dan b-yə funksiyanın kvadratı dx. Bu bizim olur həcm düsturumuz. İndi gətirək burada yerinə yazaq. Pi vuraq a-dan b-yə. İndi bu funksiyanın kvadratı nədir? 2x-da. Kök altda 2x-in kvadratı 2x dx. Və 2x-in də integralı pi vuraq x kvadratdır. Sərhədlər hardan hara? 0-dan 1'ə. Yəni elə 0-dan 1 yazaq bunları. Sərhədlər 0-dan 1'ə. X yeni yazanda cavabımız olacaq pi. Çünki 1 yazanda 1'in kvadratı 1 vur pi. Pi eləyir. 0 yazanda 0. Və cavabımız oldu pi. 39-cu suala baxaq. 39. İntegral 1 bölək kök altında 5 minus 4x minus x kvadrat dx. Uşaqlar, bu tip ifadələrdə yendim ki, məxrəcdən tam ayırmalısınız. Yəni buradan biz elə bir şey ayırmalıyıq ki, bax, burada müxtəsər vurma düsturu alınsında necə ayıra bilərik? Gəlin ilk öncə mənfini çıxardaq mötərizə xaricinə. Bu mənfi çıxaranda qalacaq x kvadrat üstə gəl 4x çıx 5. Düzdürmü? Mənfini atdım çölə. Sonra bu içəridə bu x kvadrat üstə gəl 4x üstünə nə gəlsəm müxtəsər vurma düsturu alınır. Əlbəttə ki 4. 4 gəldim. İndi 4-ün üstünə gəlsəm mənfi 5 alarım. Çünki mən 4-də özümdən gəldim. 4-dən də çıxaram 9-u ki mənfi 5-i təzədən ala bilim. Mənə verəcək mənfi x üstə gəl 2-nin kvadratı. Bu mənfi də bu 9-a vuranda eləyəcək müsbət 9. Bunun da rahatlıq olması üçün belə yazaram. Elə 9 çıxaq x plus 2-nin kvadratı. Yəni tərsinə yazsam fərqi yoxdur dostlar. Всё. Bu da bilirik ki, nəyin düsturudur? Arksinosunda. Arksinos x plus 2 bölək 3'ün üstə gəl c. Çünki bu 3'ün kvadratıdır. Bu 3'ün kvadratı 9. Bəli. Yəni düsturumuz əslində bu şəkildədir. 1 bölək a kvadrat minus bx kvadrat dx olanda 1 bölək b arcsinus bx böl a plus c. Bu da belə. Daha sonra baxaq 40-cı suala.
40-cı sual rahatdır, onu eləmişik, 41 eləmişik. 42. Y bərabərdir sinus x funksiyasının 1 tam dövründə y bərabərdir 0 absis oxunun əhatə etdiyi sahəni hesablayın. Yenə də gəlin qrafikimizi quraq. 1 tam dövrün sinusu göstərək. Çünki qrafik quranda daha aydın görə bilirik də nədir. Bunlar bizim olur deməli. Üfüqi asimptotlarımız. Əlbəttə ki 1 ilə -1-dir. Və sinusun qrafiki baxın bu şəkildə bir qrafikdir. Bu şəkildə. Deməli bu 1-i harda alır sinus? Pi bölü 2-də heç onu yazmaya ehtiyac yoxdur. Bizə sərhəd lazım deyil. Deməli bu 0-da 0 alır, sonra pi-də alır, bir də 2pi-də 0 alır da. Bizdən də y bərabərdir 0 və y bərabərdir sinus x funksiyalarını istədiyinə görə bir bunun sahəsini eləyəcəm, bir də bunun sahəsini eləyəcəm. Birinci sahəsi rahatdır. Necə yazacağım? İntegral 0-dan pi-yə üstə qalan funksiya sinus x funksiyasıdır. Altı qalanda y bərabər 0-dır. Yəni çıx 0 elə yazmaya ehtiyac yoxdur. İndi buna baxaq. Uşaqlar, burada integral absis oxunun aşağısına yerləşdiyinə görə cavab mənfi eləyəcək. Biz də bilirik ki, o mənfini, axı sahə mənfi ola bilməz. Ona görə qabağa bir mənfi atırıq. Mənfi atırıq ki, sahə mənfi olmasın. Deməli, pi-dən 2pi-yə sinus x dx bərabərdir. Sinus x'in integralı mənfi kosinus x 0-dan pi-yə çıx. Bu da mənfi kosinus elədən görə mənfiyə dəyər müsbət olur. Pi-dən 2pi-yə. Gətirək yerinə yazaq. Kosinus pi-də -1-dir. Bu qabaqdakı mənfiyə vurulur, olur müsbət. Çıxılsın. 0 yazanda 1 eləyir. 1-i də mənfiyə vuranda -1. Üstə gəl. Kosinus 2pi-də 1-dir. Çıxaq. Pi-də də -1-dir. Bunları da toplayaq. Bu mənfini müsbət eləyir. Üstə gəl 1, yenə də üstə gəl 1. Cavab eləyir 4. Deməli, o, həmin bu hissənin sahəsi, bu ikisinin sahəsi 4-ə bərabər imiş. Baxaq 43-cü suala. Limit x 0-a yaxınlaşanda x üstü sinus x funksiyasını hesablayın. Əlbəttə ki 0 üstü 0 eləyir, çünki x 0-da sinus x 0-da 0 alır. Onda avtomatik biz bunu y-nin üstündə yazırıq. Dediyim kimi, bunu biz sizdən eləmişdik. Burada sinus x vurulur, digərdə ln x olur. Aha. Bu da bərabərdir. Limit x 0-a yaxınlaşanda. Uşaqlar, həmin bu sinus x-i atıram məxrəcə. Ki, mənə L'Hopital qaydasını versin. Baxın. Ln 0-da nəyə bərabərdir? Sonsuzluğa 1 böl 0-da elə sonsuz eləyir. Çünki sinus 0-da 0-dır. 1 də 0-a bölündə sonsuz eləyir. Məxrəcə 0, sürət də 0. 0-a gedəndə sonsuz olur. Bu da sonsuz, bu da sonsuz. Onda L'Hopital eləyirəm. Gəlin elə bu limiti yazaq yuxarıdan. Y-nin üstündə yazaq da. Çünki y-yə aid deyil axı o. Y-nin üstündə limit x 0-a gedəndə gəlin alaq. Ln x-in törəməsi 1 bölü x. 1 bölü sinus x-in törəməsi sinus kvadrat x vur mənfi kosinus x-dir. Ona eləməlisiniz də u bölü v ilə. Hə, burada da deməli biz bunu sadələşdirsək, kəsrimizi mərtəbədən kəsr sadələşdirsək, mənfini atarım qabağa. X vur kosinus x. Bu sinus kvadratda yazıram sinus x vur sinus x. Rahatlıq olması üçün. İndi mən sizə demişəm, burada birinci dərəcədən görkəmli limit alınır. Baxın, buna bax, sinus x bölü x. Bunun cavabı 0-a gedəndə 1-dir. 1-dir. İndi 1-i nəyə vuracağım? Sinus 0-da 0 alır, kosinus 0-da 1 alır. Sürət 0, məxrəc 1. 0-ı 1-ə böləndə 0. O da y 0-dan cavab eləyir 1. Amma məxrəc yenə 0 olsaydı, onda yenə də mən L'Hopital qaydasını tətbiq eləyəcəkdim. Yəni cavabımız olacaq 1. 44-cü suala baxaq. İntegral 1 bölü kök altında 1 minus 2x'in kvadratı dx. Burada da yenə. Biz bir dəqiqə.
Bu kökün altındaydı uşaqlar. Mən burada kökü unutmuşam. Bu kökün altındadır. Bu kökün altındadır. Arksinusun yenə düsturudur bu əslində. Kök altında nəyin kvadratdır 2x? 1 minus kök altda 2x'in kvadratıdır əslində. Dx. Bu da düstura baxsaq görərik ki, 1 bölü kök altında 2 arcsinus kök altda 2x'ə bərabərdir. Arcsinus kök altında 2x plus c'yə bərabərdir. 45-ci suala baxaq. Z bərabərdir x'in kubu üstə gəl y'in kubu çıx 3xy. Deyir funksiyasının ekstremumunu tapın. Aha. Deməli biz birinci funksiyanın zx-ini tapmalıyıq. Yəni x-ə görə törəməsini almalıyıq. Eləyəcək 3x kvadrat çıx 3y. Sonra y-ə görə alacağım. Bu da eləyəcək 3y kvadrat çıx 3x. Düstura əsasən hər ikisini sıfıra bərabər eləməliyəm eyni anda. Hər ikisi sıfıra bərabər olmalıdır. Əgər bu tənlikləri həll eləsəz, avtomatik ilə görünür də burada tənliyin şərtini ödəyən bir 0-a 0 nöqtəsidir, bir də 1-ə 1 nöqtəsidir. Deməli, bu 2 nöqtə olur, bunun böhran nöqtəsi. Hələ ki, böhran nöqtəsini tapdıq. Məsələn, bizdən böhran nöqtəsi istəsəydik çox dəyişənli funksiyanın bunlar olacaqdır. İndi verilmiş bu böhran nöqtələri araşdırmalıyıq ki, bunlar ekstremumlar necədir? Deməli, minimumdur, maksimum yoxsa əyilmə nöqtəsidir. Birinci diskriminant tapmalıyıq. Diskriminant nə idi? Deməli, z x vuraq z y minus z x y-in kvadratı. Gəlin eləyək. Diskriminant bərabər. Zx-i tapmışam, ona görə bir dənə də x-ə görə onun törəməsini alıram. X-ə görə törəmə alanda eləyəcək 6x. Bu 3y sabitdir. Digərində də x-ə görə, y-ə görə 2 qat törəmə alsam 6y eləyəcək. Bir də mənə zx-y lazımdır. Zx nə idi bu? Bundan y-ə görə törəmə alanda bu gedəcək. Mənfi 2y-in törəməsi mənfi 3. Deməli, zx-i, x-i, 6x-i 6y-ə vuranda eləyir 36xy minus 9. Deməli, diskriminant oldu bu. Birinci gətirəm 0,0 nöqtəsini yerinə yazıram. 0,0 yerinə yazanda 0 çıx 9 eləyəcək mənfi 9. Şuralar diskriminant 0,0 yerində mənfi 9-dursa, onda verilmiş 0,0 nöqtəsi nə max, nə minimum nöqtədir. Nə max, nə də minimum nöqtə. İndi gətirək 1-1 yazaq. O da eləyəcək 1-1 yazanda 36 çıx 9 eləyir də. O da eləyir neçə? 27. Sıfırdan böyükdür. Aha, deməli bu ya max ya da minimum nöqtədir. Əgər diskriminant sıfıra bərabər olsaydı, o əyilmə nöqtəsi olacaqdı. İndi biz nə edək? Gətirək bu 1-1 nöqtəsini zx-də yerinə yazaq. Əgər cavab zx-də yerinə yazanda 1-dən böyükdürsə, minimum nöqtədir. Sıfırdan böyükdürsə, minimum nöqtədir. Sıfırdan kiçikdirsə, maksimum nöqtədir. Sıfıra bərabərdirsə, demək olar ki, yenə də əyilmə nöqtəsi olacaq da, əyilmə. Aha. İndi gətirək yazaq, zx-in yerinə yazacağım 1-1. O da 6x funksiyası zx. Hanı 2 qat törəməsi 6x-dir. Deməli, x gördüyüm yerə 1 yazdım. Çünki bu x-dir birinci yerdə dayanan, ikinci yerdə dayanan da y-dir. 6 vur 1 eləyəcək 6. Sıfırdan nədir? Böyükdür. Onda minimum nöqtədir. Hara yazdım? Bu nə max? O bizdə minimum nöqtə. 1-ə 1-də min nöqtədir. Minimum. Deməli, verilmiş çox dəyişənli funksiyanın ekstremumları bunlar oldu. Bu da onun böhran nöqtəsidir. 45-ci sualı bu şəkildə. 46 yenə dediyim kimi eyni tərs sualdır. Baxaq məsələn 47-yə. Nədir 47-də? Deyir, z bərabərdir arc tangens. Yox, arc kotangensi daşı. Arc kotangens y böl x istəyir. Birinci x-a görə almalıyam. Sonra da z-ə görə, y-ə görə almalıyam. Gəlin alaq da x-a görə. Birinci mən arc kotangensin törəməsi nə idi? 1 bölək 1 üstə gəl bunun kvadratı. Vuracağım. İndi bunun törəməsi.
X-ə görə alanda 1 bölü x-in törəməsi nədir? Mənfi 1 bölü x kvadrat sabit olduğu kimi qalır. Bu mənfi mənfini müsbət eləyir. Məxrəcdə hər tərəfi x kvadratına vururam. Olur x kvadrat üstəgəl y kvadrat. Bu oldu x-ə görə. İndi y-ə görə alaq. Mənfi 1 bölü 1 üstəgəl y kvadrat x kvadrat. Buraq 1 bölü x. Y-ə görə alanda 1 bölü x eləyir. O da mənfi. İndi hər tərəfi x-ə vururam. X üstəgəl y kvadrat bölü x. Məxrəcə yeniləşdirirəm. Olur x kvadrat üstəgəl y kvadrat. Bu da olur mənim deməli xüsusi törəmələrim. Bu da bu şəkildə, yəni rahat bir misal idi əslində. Amma baxaq digər suallara. Deməli, hansıda qaldıq biz? 2 qat integraldır. Hə, 2 qat integralda qalmışıq. Deməli, 48-də integral x bölü y-dan, bura d-dir. dx, dy. D oblastı 1 ilə y arasındadır. O birisi də y üstü x arasındadır. Uşaqlar, 2 qat integral haqqında yenə deyirəm, nə bilməliyik? 2 qat integralın cavabı funksiyadan ibarət olmamalıdır. 2 qat integralın cavabı yalnız və yalnız ədəd olmalıdır. Məsələn, siz 2 qat integralı həll edib sonda x-lı və ya y-lı bir cavab almamalısınız da, ancaq rəqəm almalısınız ki, biz onu bilək. 2 qat integral sahəni hesablayır. Yəni, verilmiş fiqurun sahəsini hesablayır da. İndi biz nə deyək burada? Diqqətlə görə bilirsinizsə, burada biz həmin bu 2 qat integralın, gəlin istəyirsiniz sizin üçün bu d oblastını çəkim göstərim, d oblastı haradır? Biraz təsəvvür yaransın. Deməli, 1 ilə x arası, deməli 1 ilə y arası. Oy, biri biraz uzun çəkdim. Bir dəqiqə. 1 ilə y arası. O birisi də y bərabərdir x ilə y bərabərdir y üstü x arası. Yəni belə bir funksiyadır. Aha. Yəni bunların biz qrafiklərini çəkməyi biləkdə heç olmasa görə bilək. Əlbəttə ki, bunu uzadacağım. Bax, bura D oblastıdır uşaqlar. Bax, bura D oblastıdır. Baxın, bura D oblastıdır. Aydındır. İndi biz birinci D oblastına görə həll eləsək, 1-dən y-yə, baxın bu şəkildə olacaq da, 1-dən y-yə, 1-dən y-yə, dy, buraq, 1-dən y-a, just ki, x böl y, dx. Üstə gəl. Y-dən y üstü x-a, y-dən y üstü x-a, dy. Buraq. İndi deyəcəm bunlar hardan aldım sizə. Deməli, nə yazacaqdım bura? Y-dən elin y-yə. X böl y dx. Aha. Uşaqlar, bunu hardan aldım mən? Bax, burada diqqətlə baxın. 1-dən y-yə dy deyəndə 1-dən y haradır? Deməli, mən buna 1 versəm, bu hansı funksiyadır? Y bərabər x-i bura alır. 1. Bu olacaq, deməli, y. Bu da olacaq y üstü y. Bax, 1-dən y-yə buradır. Bax, bu hissədir. Bax, bu hissə. Y oxu üzərində. Bax, bu hissədir. X böl y 1-dən y-yə də 1-dən y-yə bax, 1-dən y hanı? Y əslində budur. X bərabəri y nöqtəsidir. Məsələn, o da baxın, bu hissədir. Bu hissələrdir. Bu hissələr. İndi onu bir dənəmək istəyirəm, qarma-qarışıq yaranmasın orada. Bu hissə belə olur. İndi bu ikinci hissədə isə
Əslində tərsi olur da. Gördünüz, bax x bərabərli y oldu, tərsi oldu. Hə. Deməli y-dən y bərabərdir y funksiyasından budur. Y üstü x nə idi? Buracan. Bax y-dən y üstü x-acan. Bax buracan. Bax bura. dy. Çünki məndə bu üst qalmışdı axı. Bura qalmış. Bura hesablamadım. Hansı funksiyalar əhatə eləyir? Y üstü x-in tərsi nədir? Y bərabər y üstü x deyirsiniz. X-inizi taparsınız. Hər tərəf ln-ni alarsınız. ln y. ln y-dən y-yə-can. ln y-dən y-yə-can. Bunu silək. Yəni rahat bir şeydir, çətin deyil. Sadəcə biraz məntiqi tutmalısınız. İndi bunu gəlin həll eləyək. Deməli 1-dən y-yə dy. İndi buna baxaq. Bu eləyəcək x kvadrat böl 2y. Y-dən 1-ə üstə gəl. İntegral y-dən y üstü x-ə dy. Vur ln y-dən y-yə. Yəni, ay, onu yazdık ki biz ora. X kvadrat böl 2y. Sərhədlər ln y-dən y-yəcən. İndi gətirək sərhədləri yerinə yazaq. Amma uşaqlar, burada niyə mən bu funksiyaları parçaladım? Amma sonradan eyni funksiyanın içinə salacağım da təbii ki. Y-ni yerinə yazsam, olacaq y kvadrat böl 2y. Yəni eləyəcək nə? Y böl 2. Çıx 1 böl 2y. Düzdürmü? dy. Üstə gəl. Y-dən y üstü x-a. Yox, y-dən yox, Hədə y. Bir dəqiqə biz səhv eləmədik ki. Bu y-dən y üstü y olmalıydı. Bax bu aralıqda. Mən niyə buna x yazdım ki? Çöldə funksiya olmaz. Çöldə funksiya olmur, içəridə olur, hə. Y-dən y üstü y-yə. Deməli, yazıram. İndi içərini həll eləsək, içəridə deməli, nə olacaq içəridə yerinə yazsaq? Verilmiş funksiyalar içəridə yerinə qoysaq. Deməli, y kvadrat, bir dənə tez hesablayın, çıx. Ln kvadrat y böl neçə? 2y-də, düzdürmü? 2 eləyir, hə. Həndə döyüşdə gəlin bunu hesablayın. Gəlin hesablayaq indi bunları. Bərabərdir. İndi 1-dən y-yə gətirib yerinə, mən bunu hesablamışdım, amma yenə də gəlin hesablayaq. Bu eləyəcək y kvadrat böl 4 çıx. 2-də 1 ln y. Sərhəddə 1-dən y-yə. Üstə gəl. İndi bunu hesablayanda uşaqlar, burada deməli olacaq y kvadrat böl 2 ln y. Bax yazıram. Y kvadrat böl 2 ln y çıx. Burada ln-in törəməsi aşağıda olduğuna görə mən bunu belə yazacağım. 1 üstünü artırıb böləcəm özünə 6-ya. Sərhədlər y-dən y üstü y-yə. İndi siz burada integralları almağı da bilməlisiniz. Yəni mən onu bir də izah eləməyə vaxt yoxdur. Tam da ki bilməlisiniz yəni. Bu integral necə hesablanır? 2 qat integrallar işləyirsiniz siz. Gətirib yerinə yazsaq birincidə. Burada mən yazmışam və cavabı siz bilməlisiniz nə alacaqsınız. Amma burada son cavabı alacaqsınız belə. Y kvadrat minus 3 böl 4 plus və bunun da cavabını hesabladıq. Bunun da cavabı elədi neçə? Deməli, belə bir şey eləyəcək. 2y-nin kubu çıx 3y kvadrat plus 1 böl 6. Və bu integralı toplasaz, məxrəci 12-yə gətirərik. Eləyəcək 4y-nin kubu çıx 3y-nin kvadratı çıx 7. İfsiyon. Bu da olur bizim sahəmiz. Yəni, məntiq nədir uşaqlar? Heç bir şey çətin deyil. Sadəcə integrallar istimal edirsiniz, maraqlıdır. Və mən burada siz bunu belə yox, belə də yaza bilərsiniz. Ürəyiniz var, siz belə yazın. 1-dən y-yə, 1-dən y-yə də, hə. 1-dən y-a nə olacaq? X böl y, dx, dy. Üstə gəl. Üstə gəl. İntegral y-dən y üstü y-yə, integral ln y-dən y-yə, x böl y, dx, dy. Yəni, eyni şeydir.